Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkət. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca ol, böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu və Teala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu və Teala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyə ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar. Ateistlər, deistlər, agnostik, diagnostik, nə bilim, bu qəbildən olan dinsizlər, imansızlar barəsində olan növbəti bir videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın, nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa. Bir o qədər də bu TikTok qəhrəmanlarının, dırnaqarası TikTok qəhrəmanlarının, bu atam yoxdur və s. bu qəbildən olan ünsürlərin yalanlarını, hilələrindən agah olmuş olarsınız. Allah Subhanahu və Teala dəyərli dinləyicilər Quran-ı Kərimdə bizlərə buyurur ki, Əraf surəsində biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar. Gözləri var, onunla görməzlər. Qulaqları var, onunla eşitməzlər. Qulaq, göz, qəlb bütün məxluqlarda var. Həmçində bu atam yoxdur da bu Allah Taala'nın xəlq etdiyi bu orqanlar var. Lakin Allah Taala burada birbaşa görmək, birbaşa eşitməkdən getmir söhbət. Burada söhbət Allahın buyurduqlarını, Peyğəmbər sallallahu əleyhi və səlləmin buyurduqlarını, Allahın yaratdıqlarını görməməkdən, eşitməməkdən, anlamamaqdan gedir söhbət. Ona görə də Allah Taala buyurur ki, Yunus surəsində bir baxın göylərdə və yerdə nələr var. Allah Taala deyir. Lakin iman gətirməyən bir qövm möcüzələr və xəbərdarlıqlar fayda verməz. Yəni iman gətirməyən bir insan hər bir şeyə baxar belə gözü ilə, lakin heç bir şey anlamaz. Deyər ki, elə bu olub da nə var ki burada? Ağacdır. Hə, nə var ki burada? Səmadır. Nə var ki burada? Günəşdir də, ulduzdur, aydır. Və yaxud da özünə bir bu atam yoxdur, arada bir oturub güzgüdə baxsın, desin ki, mən bu necə oldum, gəldim bu boyda oldum, mən. Nətər oldu bu boyda? Allah Taala məni nədən yaratdı? Bu dediyi bu təkamül indi də olsun da, bir dənə təkamül olsun, bir dənə insan çıxsın da yer ortaya da, təzə bir məxluq çıxsın da, niyə çıxmır ki indi? Və Allah Taala buyurur ki, onlar heyvan kimidirlər. Sonra Allah Taala buyurur ki, lakin daha da çox azğınlıqdadırlar. Qafil olanlardır məhz onlar. Çünki heyvanlar belə öz Rəblərini tanıyırlar. Heyvanlar belə, dəyərli dinləyicilər, Allahlarını tanıyırlar. Bilirlər ki, onları ruzisini verən də Allahdır. Lakin görürsən ki, Allah Taala'nın yer üzündə yaratdığı iki ayaqlı məxluqlar var ki, hansı ki, onlar boşa satıblar, lakin öz Rəblərini hələ də tanımırlar. Deməli, bu TikTok qəhrəmanı, dırnaqarası deyir ki, Quran-ı Kərimdə belə bir ayət var. Fatir surəsi 12-ci ayətində Allah Taala deyir ki, iki dənizi qovuşduran odur. Onların birinin suyu şirin, birinin suyu isə duzludur və s. deyir, haradadır bu şirin dəniz? Deməli, bu ayə boşdur və belə bir şey olmaz. Lakin, qardaşlarım, burada bir dənə şey demək istəyirəm. Yəni, bu günləri Allah həmd olsun internet dövrüdür. Vallahi ki, yəni, adi telefonda o qədər proqramlar var ki, ChatGPT-dən tutmuş, nə istəyirsən var da. Yəni, məlumat üçün bir dənə yazırsan ki, mənə bir dənə bu ayətin açıqlamasını ver. Və yaxud da bunu elmlə mənə isbat et ki, bu doğrudur yoxsa yox. Andol Allah'a da nə qədər istəyirsən məlumat verirsən. Bunu bu atam yoxdur, özü də bilir. Özü də bilir ki, bu informasiya var. Sadəcə cahil kütləni, İslam dinindən xəbərsiz olan insanları azdırmaq üçün bu yola əl atır. Dinləyin, dəyərli dinləyicilər, sonra inşallah cavab verək. Bilim də desin qardaşım, Fətr surəsi, 12-ci ayə. İki dəniz eyni deyildir. Birinin suyu şirin içməlidən bağlı, digərinin ki isə halbuki içməli dənizdən hansıdır o? Şirin dəniz. Məsələn, orada Atlantik okeanda olan sularda deyil, hər bir okeana deyilməmi dəniz. Hər bir dənizdəki suyun özünə məxsus canlıları vardır. Tuzlu suyun da canlılar deyilməmi şirin dəniz deyirəm. Şirin dəniz hansıdır? Məcazdır o da? Yox, məcaz deyil. O da mən şirin dəniz. Tam fikir. Orada iki dənizdə biri duzludur, biri şirindir. Hanı şirin dəniz? Şirin dəniz deyəndə ki, bizim yəni içməli olduğu şirindən suyu, o birisi duzluluğa nisbətən deyil. Çünki hər ikisi şirin dənizdən su işləyir, şirin dəniz hanı. Eşitdiniz dəyərli dinləyicilər. Deməli, bu barədə Quran-ı Kərimdə ayətlər çoxdur. Bir neçə ayətdə Allah Subhanahu wa Taala bu barədə danışır. Misal üçün Fatir surəsi 12-ci ayət, hansı ki bu dediyi
iki dəniz eyni deyildir. Birinin suyu dadlı, şirin və içməyə rahat olan, digərinin isə həddindən artıq duzludur. Başqa bir ayətdə Rahman surəsində Allah Taala buyurur ki, iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında bir maneə vardır, bərzəx deyirlər, bərzəxunlə və bir-birinə deyir qarışmazlar Allah Taala deyir. Başqa bir ayətdə Furqan surəsində Allah Taala deyir, iki dənizi qovuşduran odur. Biri şirin, ləzzətli, o birisi duzludur. Onların arasında keçilməz bir maneə, bərzəx qoyduq Allah Taala deyir. Təbəri rahimehullah ayətin təfsirində deyir ki, Allahın məxluqata olan nemətlərindən və Allahın əzəmətindəndir ki, dənizin şirin suyunu digər dənizin duzlu suyu ilə qarışdırır. Sonra isə duzlu suyun şirin suyun şirinliyinin dəyişməsinə və korlanmasına Allah Taala öz hökmü ilə və qüdrəti ilə nə edir? Mane olur. Yəni Allah Taala onları bir-birinə qarışdırsa da, lakin Allah Taala elə edir ki, o şirin su, duzlu su bir-birinə qarışmırlar. Sanki onların arasında Allah Taala buyurduğu kimi bərzəxunlə, yəni maneə vardır. İbn Kəsir rahimehullah deyir ki, iki dənizin arasında maneə qoydu. Yəni şirin və duzlu sular arasında maneə, yəni sədd qoydu ki, bunun ona, onun da buna qarışaraq korlanmasına Allah Taala nə etsin? Mane olsun. Qardaşlarım, Allah Subhanahu wa Taala'nın kitabı, Quran-ı Kərim 14 əsrdir insanlar tərəfindən oxunur. Və 14 əsrdir Allah Taala bu kafirlərə, o türklər deyir, racon kəsiyorum. Allah Taala bu kafirlərə racon kəsir ki, yəni bacarırsınızsa Allahın kitabına yaxın heç olmasa, yəni demir eyni ilə, heç olmasa yaxın bir surə gətirin. Sonra Allah Taala onlar üçün daha da asanlaşdırır bu kafirlər üçün. Bacarırsınızsa heç olmasa bir ayə gətirin. Sonra Allah Taala deyir ki, bacarırsınızsa heç olmasa bir hərf gətirin. Və Allah Taala buyurur ki, onların iddia etdikləri kimi, əgər bu Allahın Rasulü tərəfindən yazılmış bir kitab olsaydı, necə ki onlar deyirlər ki, bunu peyğəmbər yazır, o gezi baxın, bu da deyir. Gezib, baxıb, görür, bilir. Və Allah Taala deyir ki, əgər o Allahın Rasulü tərəfindən olsaydı, peyğəmbər tərəfindən, siz orada bir çoxlu səhvlər tapardınız. Vallahi ki, bu belədir. Dünyada belə bir kitab yoxdur ki, 14 əsr o kitab oxunsun, əzbərlənsin. Və bir dəfə yox, hər gün oxunsun o kitab. Belə bir kitab yoxdur ki, 3 dəfə, 4 dəfə oxuyandan sonra insanı bezdirməsin. Lakin Allahın kitabı, Quran-ı Kərim elə bir əzəmətli bir kitab. Çünki Allahın kəlamıdır, insan sözü deyil. Əgər insan sözü olsaydı, orada çoxlu səhvlər tapılardı. Və 2-3 dəfədən artıq heç kəsin marağında oxuma olmazdı o kitabı oxusun. Vallahi nə qədər romanlar, o dedektiv olan kitablar var ki, bir-iki dəfə oxuyursan artıq atırsan o kitabı kənara və toz basır. Lakin Quran-ı Kərim belə deyil. Dəfələrlə oxuyursan, dəfələrlə qulaq asırsan, sanki insanın qəlbini nə edir? Hüzün verir, insanı rahatlayır. Əzbərləyirlər. Mədrəsələr var ki, hansı ki 5 yaşında, 6 yaşında uşaqlar o kitabı əzbərləyirlər. Belə bir kitab var, dünyəvi bir kitab. Hətta İncil olsun, Tövrat olsun, onu əzbərləyənlər yoxdur. Amma Quran-ı Kərimi əzbərləyirlər. Mədrəsələr var buna görə. Və həmçinin də, qardaşlarım, insanlar bu kitabları oxuduqca mükafat, savab alırlar bu kitab oxuyanlar. O başqa kitab oxuyanda sən savab qazanmırsan. Ona görə də Allahın kitabı haqdır. Və Allahın buyurduqları haqdır. Və qiyamətə kimi də insanlar bu kitabı oxuyacaqlar, qardaşlarım. Vallahi ki, zərrə qədər də bu kitabda şübhəniz olmasın. And ol Allaha, telefon əlinizdədir, qardaşlarım. Götürün bu ayəti yazın və yazın ki, harda da o iki su, hansı ki bir-birlərinə nə edirlər? Aralarında maneə var, bir-birlərinə qarışmırlar. Birinin suyu şirin, o birisinin duzlu. Hardadır bu? Baxaq, qardaşlarım. Deməli, 1500-cü ildə dənizçi Vincent de Pins adında bir dənizçi olub. Yəni, Google-da araşdırma versə və yaxud da ChatGPT versə çıxacaq. Deməli, Amazon çayının böyük bir çaydır Amazon çayı və onun okeana, yəni Atlantik okeanına tökülmə yerinə gəlir çatır. Və deyir ki, Allahu Ekber. Həmin o Vincent de Pins deyir ki, həmin o yerə gəlib çatanda, Atlantik okeanı ilə o çayın qarışma nöqtəsi var. Sanki deyir orada maneə var idi və o şirin suyu, Amazonun suyu o dənizə nə edirdi? Qarışmırdı.
Hətta alimlər deyirlər ki, bu çay, yəni bu çayın hövzəsi o qədər genişdir ki, Atlantik okeanına töküləndə 200 kilometr qədər bir məsafəni əhatə edir. Və 200 kilometrə qədər olan bir məsafə şirin sudur. Və o şirin su duzlu suya qarışmır deyir. Və ilk dəfə, qardaşlarım, bu barədə yəni böyük nəsil olanlar, yaşı biraz çox olanlar bilirlər. Sovetlər vaxtı televizorda Jacques-Yves Cousteau adında bir okeanoloq var idi. Səyyahətdə deyirdilər ki, bu tapıntıya görə o İslamı qəbul edib. Düzdür, o barədə məlumat səhih deyil, doğru bir məlumat yoxdur. Deyirlər ki, hətta bu tapıntıya görə, deməli, Jacques-Yves Cousteau ilk olaraq iki dənizin qovuşduğu və onların arasında maneə olduğu və bir-birinə qarışmadığı o mənbəni Jacques-Yves Cousteau tapır, o fransız səyyahı, həm də okeanoloq olur. Və tapıb onu. Və əlhamdülillah ki, bunu bir dəfə girib telefonda axtarış versəniz, qardaşlarım, yəni bu cür nə, atam yoxdur kimi bu cür nə şarlatanların sözlərinə inanmazsınız. Yəni bunların nə qədər yalançı olduğunu dərhal biləcəksiniz. Allah həmd olsun ki, bu məşhur bir məsələdir. Yəni Allah Taala Quran-ı Kərimdə bunu bizə buyurur və bu bugünkü alimlər tərəfindən də kəşf olunub. Və sən bircə anda fikirləş ki, bunu Allah Rasulü sallallahu əleyhi və səlləm 1400 il bundan əvvəl deyib. O Allah Rasulü ki, yazmağı, oxumağı bacarmırdı. Görün Allah Taala necə bir peyğəmbər seçib ki, o yazmağı, oxumağı bacarmırdı. Əgər yazmağı, oxumağı bacarsaydı belə deyəcəkdilər ki, yenə də ki, o özü yazıb da. Və Allah Rasulü Məkkə Mədinədən kənara çıxmayıb. Uşaq olanda ata ticarət məqsədi ilə Şama səfər edib vəssalam. Ondan başqa Məkkə Mədinədən kənara çıxmayıb Allah Rasulü. Və deyirlər ki, həmin o Vincent de Pins deyir ki, Mark Dulce adlı bir yer, bu İspan sözüdür. Mark Dulce nə deməkdir? Mark dəniz deməkdir, Dulce şirin deməkdir. Yəni şirin dəniz. Şirin dəniz kəlməsi də elə buradan törənib ki, həmin dövrdə Amazonun ətrafında yaşayan xalqlar bunu deyirdilər. Yəni şirin dəniz deyirdilər. Allahu Akbar. Qardaşlarım, Allah Taala hikmət sahibidir. Allah Taala hikmət sahibidir. Və Allah Taala buyurur ki, bəlkə düşünüb deyir, bir ibrət alasınız deyir. Ağıllı insan təkcə bu dənizin qovuşmasından yox, günəşin çıxmasından, ulduzların çıxmasından, ayın batmasından, hamısından ibrət alır özünə. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bizə bunu öyrədirdi. Ağıllı insan belə insandır. Təsəvvür edə bilirsiniz ki, əsrlərdir günəş eyni yerdə batır, eyni yerdən doğur. Gecə olur, ulduzlar gəlir. Niyə görə gün orta gəlmir? Niyə görə günəş tərsinə çıxmır, gecə vaxtı çıxmır? Çünki hamısı Allah Taala'nın nizamı üzrə gedirlər. Yəni bu təkamül deyil, bu tupoyların dediyi kimi təkamül deyil. Bu Allah Subhanahu Taala'nın qoyduğu nizam-intizamdır. O nizam-intizamdan qırağa heç kəs çıxa bilməz. Niyə görə axşam gələndə sənin yuxun gəlir. Gedirsən yatma, yatma da elə dəyiş də yerini. Mümkün deyil yerini dəyişəsən. Yerini dəyişsən xəstə olacaqsan, psixi xəstə. Çünki Allah Taala insanı bu cürdən yaradıb ki, axşam gəldi, yeyib yatmalısan. O baş bilənlər var da, o təkamüldən deyənlər ki, meymundan əmələ gələnlər, nə bilim, bunun yəqin nəsli əcabəti yəqin o meymundan əmələ gəlib. Amma Allah həmd olsun ki, bizi Allah Subhanahu Taala Adəmdən və Həvvadan xəlq edib. İlk insan Adəmdir və Həvvadır. Və Allah Subhanahu Taala bu cürdən xəlq etməyə də nədir? Qiyamətə kimi də gedəcək. Və o təkamüldən əmələ gələnlər, deyənlər, bir dənə heç olmasa bir dənə milçək düzəldin də. Bir milçəyə demirəm, sizdən nəsə fil, şir, əjdaha, nə bilim, bir dənə milçək. O balaca xortumu da var, o bir dənə milçəkdən düzəldin də. Hansı ki o milçək Allah Subhanahu taala elə xəlq edib ki onu. Sən boyda məxluqu, 100 kiloluq məxluqu gecə qoymur yatmağa. Əziyyət çəkirsən. Gecəni durğuzur səni yuxudan. Görsən Allah Taala necə onu bir dənə mil ağzı qanat yaradır. Eləsənlər də o təkamüldən əmələ gələnlər, yalananlar deyənsə, çıxsınlar bir dənə milçək düzəltsinlər də. Nə oldu ya indiyə kimi bir dənə təkamüldən heç nə əmələ gəlmədi? Zoofaqda meymunlar var da, dönüb olsunlar da adam, niyə olmurlar? Təkamül eləsinlər, gəlsinlər olsunlar adam da. Allahu Akbar. Yəni Allah Taala'nın xəlq etdiyində hikmət var. Ona görə Allah Taala deyir ki, bəlkə düşünüb bir ibrət alasınız. Vallahi ki, qardaşlarım, diqqətlə qulaq asın. Qüdrət, yəni şirin su ilə duzlu su arasında Allah Subhanahu taala tarazlıq yaradıb. Bu günləri duzlu su, şirin su bir-birinə qarışsaydı, bəşəriyyət çökərdi, məhv olardı. Çünki içməyə suyumuz olmazdı. Ölkələr var ki, onlar
duzlu suyu alıb onu abrabotka eləyirlər, şirin suya çevirirlər. Və halbuki o şirin suyun da heç bir keyfiyyəti ölü su alır. Amma Allah Subhanahu taala elə ölkələr var ki, məsələn bizim məmləkətimiz kimi hər şey bizə bəxş edib. Allah həmd olsun. Şirin su verir və şirin suda yaşayan balıqlarla duzlu suda yaşayan balıqlar da fərqlidir. Onların yerini də dəyişmək olmaz. Dəyişsən öləcəklər. Şirin duzluda yaşaya bilməz, duzlu şirində yaşaya bilməz. Sən suyun içərisində yaşayan kiti və yaxud da akulanı gətirib hər hansısa bir gölə atsan, çay atsan, məhv olub gedəcək. Və yaxud da görməz ki, krokodil getsin okeanda yaşasın. Yəni Allah Subhanahu taala bərzəxunla onlar arasında bir bərzəx yaradıb. Ona görə də ərəblərdə qardaşlarım dəniz deyəndə, Allah Taala bəhr deyəndə böyük bir su kütləsini nəzərdə tutur. Məsələn, ərəblər Nil çayına da bəhr deyirlər. Nil çayı deyirlər. Böyük bir su kütləsi. Yəni necə ki bizdə Xəzər dənizi, amma dəniz deyil, göl olduğu üçün, böyük olduğu üçün ona hamısı nədir? Dəniz deyil. Yəni Allah Subhanahu taala bu dünyada da belə haqq ilə batil, mömin ilə kafir, xeyirlə şər, hamısının arasında nədir? Bərzəx var. Ki onlar hamısı bir-birinə qarışmasınlar. Yəni kafirlə mömin bir-birinə qarışa bilməz. Şərlə xeyir qarışa bilməz. Haqla batil bir ola bilməz. Ona görə Allah Taala onların hamısının arasında bir maneə qoymuşdu ki, onlar bir-birinə qarışmasınlar və həmçinin də qardaşlarım kim istəsə araşdırma okeanoloqlarda belə bir şey də var. Deməli piknoklin sıxlıq deməkdir. Haloklin isə duzluluq deməkdir. Və Allah Subhanahu taala elə edib ki, o duzlu ilə sıxlığı ilə o şirin su bir-birinə nədir? Qarışmazlar. Və elhamdülillah ki, dediyim kimi qardaşlarım, yəni bu çətin bir məsələ deyil. İnformasiya dövrüdür. İstənilən bir məsələni Google-a vurursa, hamısını sənə cavab verir. Səhvdir yoxsa düzdür. Və bu insanın da yalançı və şarlatan olduğu, atam yoxdurun, yalançı və şarlatan olduğunu öyrənmək istəyirsənsə, məsələni vur Google-a, biləcəksən. Çünki bu insan, vallahi ki, bir dənə kəlməni düz demir də, hamısını yalan danışır. Yəni, mən indi çəkəcəm video, harasa bir 10-15 video çəkəcəm bunun haqqında Allahın izni ilə, baxacaqsınız ki, insan nə qədər yalancıdır və bunun tipində bu cür ünsürlər çoxdur. Hansı ki, onlar da bir-birlərini kopyalayıblar, danışırlar və elə zənn edirlər ki, yəni, elə zənn edirlər ki, yəni, bu cılız ağılları ilə Allahın dininə nəsə edə biləcəklər. Vallahi ki, özünüz ağılda olan bir neçə nəfəri azdıra biləcəksiniz. Əssalam, başqa heç bir şey deməyəcəksiniz. Çünki səndən də ağıllı insan, səndən də pulu çox olan insanlar olublar ki, dinə qarşı vuruşmaq istəyiblər, dinə qarşı döyüşüblər və Allahın dininə nə isə etmək istəyiblər. Və Allah Taala buyurur, onlar bir ağızları ilə Allahın nurunu söndürməyə çalışırlar. Lakin istəsəniz də istəməzsiniz, Allah Taala deyir ki, öz nurunu tamamlayacaq. Və bu din qiyamətə kimi gedəcək. Qiyamətə kimi. Və bütün dünya İslam olacaq. Və bütün dünyanın da İslam olması bu günləri əyani sübutdur ki, Avropa, Amerika olsun, Rusiya olsun, hər yer baxın görün İslam necə yayılır. Kütləvi şəkildə insanlar İslam'a axırlar. Bu ünsürlər çıxıb burada insanların nədir? Ürəklərini bulandırırlar. Yəni, mən səni boş buraxmayacam da. Hər zaman Allah Subhanahu taalanın iznə sənin barədə videolar çəkəcəm. Sənin hansı sifətdə olduğu insanlara tanıdacam. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullah Berekatuhu. Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maniyə qoyan kimdir? Heç Allahla yanaşı başqa bir məbud mu var? Ey, onların əksəriyyəti bunu bilmirlər. Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maniyə və keçilməz sədd qoyan odur. Onların arasında maniyə vardır, onu keçə bilməzlər. Bu, yəni Azərbaycanlı turistdir. Həmin o ərazidədir, Atlantik okeanında. Baxın görün nə deyir. Salam dostlar. Hal-hazırda Baba Məhəmməd boğazını keçirik və burada çox gözəl bir mənzərə açılır və
Allahın ayəti ilə həmin o yeri uyğun gəldiyini deyir. Ama gözle çok güzel bunu müşahede eylem olur. Ne yani uzak sahiller gösterirse. Bunlar da qardaşlarım, həmin o dünyanın hansı yerində bu görüntü varsa, onların şəkilləridir. Yəni YouTube-dan girib və yaxud da Google-da axtarış verib bunların hamısını özünüz tapa bilərsiniz. Allaha əmanət olun. Esselamu aleykum və rəhmətullah və bərəkətuh.